19 illik səbirin, inamın, ümidin sonuna çatırıq. Bugün iki qat sevinirik. Qızımız 19 ildən sonra əkiz balaları dünyaya gəlməyinə artıq dəqiqələr qalıb. Çox ağır bir yolumuz var idi. 3 ilə yaxın qızımız gəlirdi yanıma. Polikistoz diaqnozu, hormonal problem və sair problemalar əngəl olmadı. Qızımız həmləlik yaşadı. Həmləliyimiz çox çətin keçdi. 20 həftədə uşaqlıq boynuna tikiş qoyuldu, sirkulyaj hal-hazırda var və şükürlər olsun. 36-37 həftəyə çatmışıq. 2 gün qalıb 37 həftəsinə. Ağrılara görə təcili olaraq əməliyyat olunur. Çox sevinirik, çox xoşbaxtıq. Bu yolda çox həyəcan keçirdik. Çox məsuliyyətli bir yol idi. Uzun müddət, həm də ki problemlər çox idi. Sizi təbrik edirəm. Ana olmağınıza artıq dəqiqələr qalıb. Çox sağ olun Elmira xanım. Həqiqətən hər şey sizin möcüzəvi əlləriniz sayəsində. İnanmazdım ki 19 ildən sonra həqiqətən mən də bu hissi yaşaya bilərdim. Hər zaman var olun bizi kimi yüzlərlə, minlərlə evlad həsrəti çəkən bütün ailələrə ümid işi olun inşallah. Amin. Allah hamısını sevindirsin. Sizi də təbrik edirəm. Çox sağ olun Elmira xanım. Hazırlaşırıq. Biz gedirik ana olmağına. Çox sağ olun. Getdik yavaş yavaş. Пока-пока.